Napolyon tortu hazırladım. Bu tortda texnologiyası ayrı cürdür. Burada 4 tane korjisi var. Kremi de ki kuşonka inandı. Səhifədə bölüşmüşdüm sizlə Napolyon tortu. Gördüm ki, belə çox maraqlı gəlib sizə. Ona görə dedim ki, qoy bir dənə də reseptlə sizlə bölüşüm. Siz də hazırlayırsınız. Noşucanla yeyirsiniz. Keçin baxın. Reseptlə bölüşdüm. Bu günləri Napolyon tortu hazırlayıram. Burada məndə 2 dənə yumurtadır. 1 stəkan soyuq su. 1 çay qaşığı duz. 1 xörək qaşığı da sirkə. Üzüm sirkəsidir. Məndə 6%'lıqdır. Bunu yaxşı qarışdırırım. Belə. Burada məndə 520 qram belə un var burada. Vururam bura 50 qram kərə yağı. 3 xörək qaşığı da duru yağ. 1 2 3. Bu qarışdırdıq yumurtanı, sirkəni, duzu vururuq. Xəmiri yoğururuq. Əlimizlə. Artıq un vurmuruq. Yoğurdum. Belə bir damcı ələ yapışır, bir damcı. Soyuqdur xəmir. Belə bir xəmirdir. Baxın. Necədir? Bir damcı yapışır ələ. Onu görürsünüz. Səsi eşidilir necə yapışır, baxın. İndi bunu biz bu xəmiri xaladenika qoymuruq hələlik. Hazırlayan kimi qoyuruq stolun üzərinə. Bunu belə qəşəngcə başlayırıq yaymağa. Çox yumuşaq xəmirdir. Çox. Böyle açırıq. Yəni bir daha. Görürsünüz bir yumuşaqdır. Unlamaq lazımdır. Biraz xəmir yapışqandır. Bunu açırıq belə. Belə açandan sonra 100 qram kərə yağı götürürük. Babilən içinə çəkirik üzərinə. Bütün 100 qramı belə hər yerinə çəkirik. Belə çəkirik. 100 qramı babilən içinə yedizdirəndən sonra xəmiri babilən içinə bağlayırıq. Buraları da belə düzəldir əlimizlə ki, göstərim sizə necə. Bura boşluqdursa, əlimizlə belə çox qəşəng xəmirdir. Yəni hara daxsız gedəcək. Böyle. Bu tərəfi də elədir. Deyəniz. Göstərim. Baxın. Bura boş qalıb. Amma boş qalmalı deyil. Xəmiri getirirsiniz düz yağın üzərinə ki, boş qalmasın. Gördünüz. Belə yiyəndən sonra bu qırağı da getirirsiniz bura. Konvert edirsiniz də.
Tek gösterin. Ha. Baxın, bunu da düzəldirsiniz. Bunu da getirirsiniz bu belə içində. Bir-birlərinə yaxın. Eləyəndən sonra belə konvert edirik. Bunu belə içində qettələyirik. Qettələyəndən sonra da biraz əlimizlə düzəldirsiniz. İşte bu gələn dəfə rahat olsun. İndi bunu koyuruq xaladenika. Bak görürsünüz, oru soykası olur. Çox yumuşaq xəmirdir. Bunu koyuruq indi xaladenika bir 20 dəqiqə, 15 dəqiqə. Ondan sonra götürürük. İstəyirsinizsə, bilirsiniz ki, siz bunu işi qettələmişsiniz. Bir dənə belə basıyoruz, istrecliyik. Götürəndə olur da yadınızdan çıxar ki, hə, bir dəfə qettələmişəm. Başa düşdünüz? Bunu koyuruq indi xaladenika. 20 dəqiqə, 15 dəqiqə. Yağ tutsun özünü. Çox saxlamıyoruz. Yağ bərkiyəcək. Siz xəmiri açanda çatlayacaq. Xaladenika 20 dəqiqə yandı. Gətirdim, qoydum. Tak. Qəşəngcə əlimizin belə rahatca unluyoruz. Təzədən bunu açırıq. Böyle rahat olsun. Çox bək sıxmıyoruz, özü açılır. Böyle açırıq. Bax belə açırıq. Uzunlamasını açdım. Yanları da verdim. Baxız, yağ zadı üzərinə çıxmıyor. Tərtəmizdir. Belə yalayandan sonra bunun təzədən 100 qram kərə yağımız var. Onu vuracağıq. Təzədən bu 100 qramı vururuq üzərinə. Bu üzərindəki undur. Un səpələmişəm. Düşür. Və belə yedizdiririk. Bu ikinci dəfədir. 200 qram vurduq bunun içine. 100. Böyle vurursunuz qəşəng. Hər tərəfli. Bax belə töy. Baxız, bax. Töy yağladım. İndi təzədən bunu bükürük. Bayaqki kimi. Bax belə qoyuruq. Düzəldirsiniz, kömək edirsiniz xəmirə ki, düz olsun hamısı. Tüm yağın üzünü bağlayırsınız ki, üzü açıq qalmasın. Xəmir çox yaxşıdır. Yəni ki, nə tər istəyirsinizsə gedir. Baxın, burada aralı qalır, görürsünüz. Onu babılın içine kömək edirsiniz, bağlayırsınız. Yəni qalmasın da, xəmir tutun bütün hər yeri. Təzədən getirirsiniz bu ucunu bura. Bu ucunu da bura konvert edirsiniz da, belə. Bunu da düppədiz edirsiniz ki, aranı qalmasın. Görürsünüz, bunu da belə çəkirsiniz, getirirsiniz. Belə. Elimizlə xəmiri düzəldirsiniz. Sonra bunu buraya getirirsiniz. Bax, bu belə idi. Baxın, bax belə idi. Bax, gətirdim təzədən bura qoydum. Oldu konvert. Bunu belə qəşəng bağlayırsınız. Belə. Təzədən qoyuruq xaladenika. Gördünüz? Bu soykaları. Görürsünüz? Bu oldu ikinci dəfə. Burada biz 2 dənə barmaq qoyuruq. Bir dəfə eləmişik, bu da 2. 2 dəfə, 3 dəfə eləyəcəyik. Təzədən bağlayırıq. Kağıdı qoyuruq, bax belə. Qoyuruq xaladenika. 20 dəqiqəlik. Şöyle. Başladım xaladenikdən. İndi bunu 3-cü dəfə açacağıq. Belə.
təzədən yağlayacağıq. Bunun yaymağı da düzgün olmalıdır ya. Bura görürsünüz açıqdır. Bu tərəfdə olmalıdır, sol tərəfdə. Bu bağlı yeri sağ tərəfdə olmalıdır. Yığanda da belə yığmalısınız. Əsas da odur. Buradan fırladarsınız ora-bura, yadınızdan çıxar. Böyle sıxırsınız. Başlayırsınız açmağa gene. Yavaş-yavaş. Bunu köməyini yiyirsiniz. Biraz unlarsınız. Açırsınız. Yox, gene açdıq. Bu belə açıqdır. İndi bunu təzədən yağ vuracağıq. Üçüncü dəfə. Yağı da görürsünüz, yumuşaq olmalıdır. Çəkə bilirsiniz. Böyle vurursunuz yağı. Bütün hər yerinə çəkirsiniz. Böyle. Hər yerinə ki, boşluq qalmasın. Üçüncü dəfədə yığırıq, qoyuruq xaladenika. Xətə bir saat yansın. Bir saatdan sonra çıxardırıq, bölürük, başlayırıq pişirməyə korjları. Napolyon xəmirimiz hazır. Böyle. Təzədən bunu bağlayırıq. Həminki kimi. Üçüncü dəfə belə. Belə. Köməkləşirsiniz. Xəmiri. Bütün hər yerdən xəmiri birləşdirirsiniz. Boşluq yeri saxlamırsınız. Buradan getiririk belə. Burada. Buranı təzədən. Görürsünüz, burada bir damcı boşluq qalıb. Bunu belə bağlayırıq. Belə getiririk. Bax, belə getiririk. Təzədən buranı düzəldirik. Belə. Ondan sonra təzədən bir dənə konvert çox xəmirimiz hazırdır. Baxın. 3 dəfə elədik. Baxın. Sloykalarımız hazırdır. Gördünüz nə qəşəng xəmirdə. İndi bu bir saat heç olmasa yansın xaladenikdə. Ondan sonra uca başlayacağıq yaymağa, hazırlamağa tortumuzu. Daha üzərinə də qoya bilərsiniz. Birdən yadınızdan çıxsa qoya bilərsiniz ki, 3 dəfə açıb bağlamışsınız. 1, 2, 3. 3 dəfə bağlıyoruz, qoyuyoruz. Qalsın. İstəsəz bunu buzxanada da saxlaya bilirsiniz. Əgər bugünlük hazırlaya bilmədinizsə, nə bilim, görürsünüz ki, hazırlaya bilmirsinizsə, pükür qoyursuz buzxanaya. Buzxanada da sabahlar götürəndə xaladenik qoyursuz, xaladenikdən çıxarıb istifadə edirsiniz. Çıxartdım xaladenikdən. İndi bunu bölürük. Bax, belə içinə. Böldük. Baxın, necə slayonkalarım. İndi bir dənə keseyim. 4 yerə böləcəyim. Baxın, necə slayonkaları. Görürsünüz. 4 tane korje olacaq məndə. Belə. Görürsünüz necədir. Bax belə. Köməkləşirik. Bax belən içinə. Unlayırıq onu. Bax belən içinə açırıq. Siz ne cür istəsiniz?
aça bilərsiniz xəbri. İstəsəz yumruya kəsərsiniz. Ürəyə bitince istiyor yersiniz. Böyle. Bax belə listi getiririk. Bunu belə pükürük. Belə içinə açırıq. Yəni düz açmadım. Belə. Belə yıkalayırıq. 200 dereceye koyuruq bir kızarana kimi də. Pişdilər. Şu Napolyonun kocukları pişti. Почти что 20 dəqiqəyə pişdi. 220'də koymuştum. Bakıyoruz ne boydadılar şişirlər. 4 tane kocumun hündürlüğü bu boydadır. Görürsünüz. İndi də burcu krem hazırlayıram. Burada məndə где-то 220 gram kərə yağıdır. 2 dənə zğuşonka vuracağım. Значит, 2 paşka vanilin vurdum. İndi bu yağı miksimdən çalım. Sonra da vuracağım zğuşonkaları. Yağı biraz çalından sonra yavaş yavaş zğuşonkanı vururam. Biraz az da. Bak gördünüz zğuşonka ucu yoxdur. Ondan sonra vururuq. Çalırıq. Yağa qarışır. Sonra ucu təzdən vururuq zğuşonkanı. Bunu iyi deyilirsiniz. Böyle. Kremi hazırdır. Kremi çekirim ortasına. Bu qıraqlarını keseceğim. Böyle. Tamam işte yok. Böyle. Üzerine korru koyun böyle. Hele bir ki hamısı əyridir də. Onu yağlayım, kremliyim. Sonra ucu kəsərim. Böyle. Böyle. İnşallah dadlı olacaq. Ben bu Napolyonu çok etmişim, hazırlamışım. Bu defa dedim ki sizle bölüşüm.
Belençi. Ona deyəsən heç əzməyəcəyim. Hələ belə hündürlüyü də qalsın. Böyle. Şu axırıncını da koyayım. Bak böyle. Şu. Bunu da kremleyeyim. Kəsirəm. Baxın. Əməli başda pilkalayıram ya. Bax, görürsünüz öncədən. Sloykalarını görürsünüz. Şu, bir tane da buranı da keseyim. Böyle. Все. Весь крем я пропитала. Bütün kremi vurdum Napolyon tortumun üzerine. Bu kadar da kroşka çıktı. Şimdi onları ezim vuracağım üzerine. Kroşkanı öğüttüm. Kroşkanın üzerine 1-2 kaşık şeker kirşanı vururum. Böyle. Bir tortun üzerine vuracağım. Şu tortum hazırdı. Böyle Napolyonumdu. Şu